İnsan gerek caygahın bu alemde tanıya. O məbna. Vaxtı məbna, caygahı tanıdın, tamam gözəlliklər özü gələcək. Tamam gözəlliklər insanın özünü tapacaq. Kur'an alemi tarif eləyəndə nə cür alemi tarif eləyir? Pərverdigar alem alemi tarif eləyəndə buyuruyor xalq mudam. Xalq mudam. Yani daimen alem در حال تازه شدنده. عالم تازه oluyor. عجیبه. بحث var بین عرفا دل خلق مدام. الله تبارک و تعالی قرآن بوری بلهم فی لبس من خلق جدید. الله تبارک و تعالی müşkil insani ki Allah'tan ayrılıp bu alemde yaşayı bilmeyi, o bu iştibaha düşüb xətaya gözüb tutulup görmeyi daimen alem xalq oluyor. Daimen alem xalq oluyor. Nizam alem ha. Alem her ləhzə təzələnir. Her ləhzə tamamı baxışlarımız təzədir. Tamamı eşitdiklərimiz təzədir. Alem mücür pərverdigar alem bina eləyib ha. Bu nizam alem nizam tər و tazədir. Nizam tər و tazədə köhnə fikrin dalısıcan olmacınən. Pəzirişi yoxdur bu aləmdə, nişatla yaşaya bilməzsən. Köhnə qalmacınən. Alem tazədir. Sən köhnə qalmacınən. Təzə olcunən. پروردگار عالم bu عالمی هر دم هر نفس نو می شود دنیا و ما بی خبر از نو شدن اندر بقا شد مبدل آب اینجو چند بار عکس ماه و عکس اختر برقرار الان bu لامپ baxıysan başın üstə lamplar yanı biz fikirli bir nuru mümtəddir hər ləhzəsi nuru cədiddir natarazi enerji deyil oradan yəni məsrəf oluyor təzədir Təzən bir şeydir. Su içi cari olayı rudxanədə insanın əksi düşəyi bu zulal suya, çayda adam fikirləyi sabitdir در حالی ki ləhzə bir ləhzə təzədir. Hər ləhzə təzədir. Aləm bu cürdür. Xilqəti həsti bu cürdür. Nizamı aləm bu cürdür. Baxma, güzəştədə qalma ki, güzəştdən belə idi. Nə? Binadır hər ləhzə sənin də aləmin təzələ. Təzələ nə aləmin?